Avqustun 21-də olan hava proqnozu açıqlanır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə istimo, nisbi rütubət gecə 60-65%, gündüz 45-55% olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsəcək. Bəzi dağlıq ərazilərində duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 31-36 dərəcə isti. Dağlarda gecə 13-18 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq. Müasir dizayn, yüksək keyfiyyətli materiallar və peşəkar ustaların əməyi ilə hazırlanan mətbəx mebelləri, yataq dəstləri, qonaq otağı mebelləri, dolablar və fərdi sifarişlər bütün layihələriniz zövqünüzə uyğun hazırlanır. Etibar və güvənin ünvanı Məhrəmoğlu Mebel. Siz xəyal edin, biz gerçəyə çevirək.